Sən bizə gəlmirsən. Abşeronda yanğın hadisəsi baş verib. Hadisə Xırdalan şəhərində yerləşən fərdi yaşayış evlərinin birində qeydə alınıb. Yanğın güclü olduğundan ətrafdakı evlərə də keçib. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və xeyli sayda texnikası cəlb olunub. Yanğın söndürülüb və ətraf evlərə keçməsinin qarşısı alınıb. Sağ-salamat səhər evi qoyub getmişik işə. Oğlum da, özüm də, yoldaşım da. Bir dənə qaynım, bir dənə də qızım olub. Qaynım arası çıxıb gedib, qız olub evdə. Yaxşı ki, qızım yanmıyor. Bir də görüb ki, yuxarıdan bütün alıb, bürüyüb də ətrafı. Gəlib bu qismətdə görmüşük evimizi. Bir dənə çox da çıxardı bilmədim. Belə. Bu mənim evimdir. Bütün itilim var evdə də. Hamısı 35 il zəhmətim də belə hədər getdi hamısı. 12:31-də bizə zəng daxil olub ki, fərdi yaşayış evlərində yanğın var. O yanğının qarşısını almaq üçün 10 dəqiqə ərzində bizim qüvvələr hadisə yerinə çataraq yüksək çağırış elan olunmuşdur. Çünki bilirsiniz ki, küləyin də istiqaməti dəyişkən olduğuna görə, yanar materiallar çox olduğuna görə yanğın yayılmağa başlamışdı. Uşaqların şəxsi heyətinin çevikliyi nəticəsində yanğının vaxtında qarşısı alınmışdı. Yanğın tamamilə söndürülüb, yanğın nəticəsində 10 evdən gördüyünüz kimi ikinci mərtəbələri yanğından belə deyək də, tamamilə yanıbdır, amma birinci mərtəbələr bütün evlərdə mühafizə olunubdur. Həmçinin də ona bitişik olan qonşu evlərdə mühafizə olunub. Yanğın söndürülüb, xəsarət alan yoxdur.